Oksidaşma reduksiya reaksiyalarının növləri var. Birinci, molekullar arası. İkinci, molekul daxili. Üçüncü, öz-özünə oksidaşma və ya disproporsiya. Dördüncü, əks öz-özünə oksidaşma və ya kommutasiya. Birinci, molekullar arası. Molekullar arası adından məlum olduğu kimi molekulların arasında baş verir. İlk öncə onu deyim ki, bax, bunlar müxtəlif element atomları oksidləşir. Müxtəlif element. Məsələn, iki element ola bilər. Oksigen, xlor, nə bilim, metal. Biri metal olsun, biri xlor olsun və s. Müxtəlif element atomları. Bunlardırsa eyni element atomları. Eyni element atomları oksidləşir və ya reduksiya olur. Məsələn, birinci dedik ki, molekullar arası. İndi görək bu molekullar arasında necə eləyəcəyik. Molekullar arasında fərqli element atomları, müxtəlif element atomları oksidləşir və ya reduksiya olunur. Adından məlum olduğu kimi iki molekulun arasında baş verir. H3 xlor 2, əmələ gəl H olur. Hidrogen 0 idi, keçdi müsbət 1-ə. Birinci qrup elementdə müsbət 1. Xlor 0 idi, keçdi mənfi 1-ə. Gördüyümüz kimi fərqli element atomları. Biri oksidləşdi, biri reduksiya olundu. Tutaq ki, götürürəm NO2 üstə gələk O2 üstə gələk H2. Əmələ gələcək HNO3. Yenə də baxırıq ki, fərqli element atomları dəyişəcək oksidləşmə dərəcəsini. Azot, burada oksigen mənfi 2-dir, vururam ki, mənfi 4, azot müsbət 4, keçəcək azot müsbət 5-ə. Azot müsbət 4-dən müsbət 5-ə keçdi, elektron verdi, oksidləşdi, oldu reduksiya edici. Oksigen də 0 idi, keçdi mənfi 2-yə. Yəni 2 elektron aldı, reduksiya olundu, oldu oksidləşdirici. Deməli, oksidləşdirici və reduksiya edici fərqli element atomları oldu. Bax, bunlar molekullar arasıdır. Adından məlum olduğu kimi molekulların arasında baş verir və fərqli element atomları oksidləşir və ya reduksiya olunur. İkinci tip reaksiya olacaq. İkinci tip reaksiya molekul daxili. Molekul daxili. Molekul daxili oksidləşmə reduksiya reaksiyasında da molekulların daxilində baş verir. Yəni, bir mürəkkəb maddənin tərkibindən parçalanaraq müxtəlif mürəkkəb maddələr, bəsit maddələr alınır. Parçalama reaksiyaları əsasən götürülür və müxtəlif element atomları oksidləşir və ya reduksiya olunur. Məsələn, götürək kalium xlorat. Parçalanacaq. Bu katalizatorda onun reaksiya dəxli yoxdur. Bura plus minus qoymamışamsa, deməli bu katalizatordur. Sadəcə reaksiyanı aktivləşdirir. Buradan alınacaq kalium xlor üstə gələk oksigen. Bura 2 qoyuram, bura 2 qoyuram. Yuxarıdakı ilə əmsallaşdırmadım. Bura 4 qoymaq lazımdır. Bura 4 qoyuram, burada 2. Deməli, burada kalium təbii ki, sabit valentlidir. Birləşmələrdə həmişə müsbət 1 olur, onun dəxli yoxdur. Oksigen isə burada mənfi 2 idi, keçdi 0-a. Mənfi 2-dən 0-a keçəndə elektron verir, oksidləşir, olur reduksiya edici. Deməli, oksigen burada reduksiya edici. Xlor isə müsbət 5-dən keçəcək mənfi 1-ə. Elektron alır, reduksiya olunur, olur oksidləşdirici. Deməli, biri xlor burada oksidləşdirici olur, oksigen reduksiya edici. Gördüyümüz kimi fərqli element atomları oksidləşdi və ya reduksiya olundu. Xlor müsbət 5-dən keçdi mənfi 1-ə, elektron aldı, reduksiya olundu, oldu oksidləşdirici. Oksigen də mənfi 2-dən 0-a elektron verdi, oksidləşdi, oldu reduksiya edici. Və bizdə üçüncü tip reaksiya adlanır disproporsiya və ya yazaq
öz-özünə oksidləşmə. Bu zaman isə deməli, eyni element atomları oksidləşir və ya reduksiya olunur. Disproporsiya, orada parçalanmaq mənasını verir. Yəni, eyni element bir oksidləşmə dərəcəsindən fərqli oksidləşmə dərəcəsinə keçir. Məsələn, nümunə üçün göstərə bilərik. Xlor 2, nümunə üçün göstərsək, xlor 2 üstə gələk kalium OH. Bu zaman alınacaq kalium xlor OH üstə gələk H2O. Bu zaman xlor sıfırdan keçəcək mənfi 1-ə. Niyə? Kalium müsbət 1-dir. Birinci qrup elementdə xlor olacaq mənfi 1. Burada da kalium müsbət 1-dir, oksigen mənfi 2-dir, vururam 3-ə mənfi 6, kalium da müsbət 1-dir, deməli xlor olacaq müsbət 5. Xlor bir dəfə sıfırdan keçdi xlor mənfi 1-ə, bir dəfə də sıfırdan xlor müsbət 5-ə. Deməli, bir dəfə elektron aldı, bir dəfə də elektron verdi. Deməli, həm elektron alan, həm də elektron verən eyni element atomlarıdır və buna disproporsiya deyilir. Bir oksidləşmə dərəcəsindən fərqli oksidləşmə dərəcəsinə keçid olur. Məsələn, hətta kükürt üçün də göstərə bilərik. Kükürt üstə gələk kalium OH, əmələ gələcək kalium 2S, üstə gələk kalium 2SO3, üstə gələk su. Burada kükürt sıfırdan keçdi mənfi 2. Bir dəfə sıfırdan keçdi nəyə? Kükürt mənfi 2. Bir dəfə də sıfırdan müsbət 4-ə. Sıfırdan müsbət 4-ə. Deməli, sıfırdan mənfi 2-yə keçəndə burada 2 elektron almış olur, burada 4 elektron vermiş olur. Elektron alan da verən də eyni elementdir. Bir oksidləşmə dərəcəsindən fərqli oksidləşmə dərəcəsinə keçir. Bu olacaq öz-özünə oksidləşmə, yəni öz-özünü oksidləşdirir və ya reduksiya edir. Dis sözü bizə açar söz versin. Disproporsiya, yəni parçalanmaq mənasını verir. Bir oksidləşmə dərəcəsindən parçalan fərqli oksidləşmə dərəcəsi əmələ gətirir. Və dördüncü tip reaksiyalar isə bunlar dördüncü tip reaksiya konmutasiya və ya əks öz-özünə oksidləşmə reduksiya reaksiyaları. Burada da yuxarıda da göstərdiyim kimi eyni element atomları oksidləşir və ya reduksiya olunur. Amma disproporsiyadan fərqli olaraq fərqli oksidləşmə dərəcəsindən birinə keçir. Məsələn, H2S üstə gələ H2SO3 əmələ gələcək. Kükürt üstə gələ H2O. Kükürt bir dəfə mənfi 2-dən 0-a keçir. Bir dəfə müsbət 4-dən 0-a keçir. Yəni, mənfi 2-dən 0-a keçir və müsbət 4-dən ikisində də 0-a keçir. Deməyəm odur ki, fərqli oksidləşmə dərəcəsindən eyni element bir oksidləşmə dərəcəsinə keçir. Burada mənfi 2-dən 0-a keçəndə elektron verir, müsbət 4-dən 0-a keçəndə elektron alır. Həm elektronu alan, verən eyni element olur. Disproporsiyada eyni element atomu bir oksidləşmə dərəcəsindən fərqlisinə keçir. Konmutasiyada isə fərqlidən birinə gəlir. Elə disproporsiyanı yadda saxlasanız ki, disparçalanma deməkdir. Bir oksidləşmə dərəcəsindən fərqlisinə gedir, parçalanır. Bunda konmutasiyada fərqlisindən birinə keçmiş olacaq. Məsələn, CO2 üstə gələk karbon, əmələ gəlir CO. Sadə bir reaksiyadır. Karbon burada müsbət 4-dür. Burada 0-dır, keçdi hara? Müsbət 2. Karbon bir dəfə müsbət 4-dən, bir dəfə də 0-dan keçdi müsbət 2. Müsbət 4-dən müsbət 2-yə keçəndə 2 elektron alır, 0-dan müsbət 2-yə keçəndə 2 elektron verir. Yəni, elektron alan da, verən də eyni elementdir. Fərqli oksidləşmə dərəcəsindən birinə keçirsə, bu reaksiya isə olacaq konmutasiya reaksiyaları. Deməli, oksidləşmə reduksiya reaksiyalarının növlərini danışdıq.